Salam, hörmətli tamaşaçılar. Din və cəmiyyət verilişi efirdədir. Allah Teala Qur'an-ı Kərimdə buyurur, məgər bilənlərlə bilməyənlər eynidirmi? Allahdan ən çox qorxan bəndələr alimlərdir. Elə Qur'an-ı Kərimin ilk nazil olmuş ayəsinin ilk kəlməsi də oxu kəlməsi idi. Bəli, biz bugün İslamda elm və biliyə verilən dəyər haqqında danışacağıq. Qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü verilişimizin qonaqları fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Şükürov və İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadədir. Mən sizi salamlayıram. Verilişimizə xoş gəlmişsiniz. Nurlan müəllim, elm və bilik deyərkən nə nəzərdə tutulur İslam baxımından? Qur'an-ı Kərim, Peyğəmbərimizin sünnəsi elm adı altında nəyi başa düşür? Elm nədir, nə deməkdir? Ümumiyyətlə, elm dedikdə ilk ağla gələn, biraz əvvəl sizin də qeyd elədiyiniz kimi, Allah-u Teala'nın ilk vəhyində Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmə oxu deyə əmr etməsidir. Peyğəmbər sallallahu aleyhi və səlləm bir dağdaydı, Hira mağarasındaydı. Və ümumiyyətlə götürdüyümüz zaman Rasulullah sallallahu aleyhi və səlləmin yaşadığı bölgə bir səhralıq bir bölgə idi. Yəni bir o qədər də o dövrün Bizansın şəhərləri kimi şəhərləşməmişdi, mədəniləşməmişdi, belə deyək. Məhz belə bir şəraitdə Allah-u Teala oxu deyirdi Peyğəmbər sallallahu aleyhi və səlləmə. Çünki bir cəmiyyətin, bəşəriyyətin, insanlığın formalaşması, müsbət mənada dəyişməsi yalnız oxumaqla və elmlə mümkündür. Məhz buna görə də İslam dinində elm dedikdə ağla bəşəriyyəti öz müsbət tövhvələrini verən, insanlığa xidməti hədəfə çevirən elm, bilik nəzərdə tutulur. Peyğəmbər sallallahu aleyhi və səlləm əshabına və onların timsalında bugünkü bizlərə, ümumiyyətlə bütün insanlığa oxumağı, elm almağı tövsiyə eləyirdi və Allah-u Teala da Qur'an-ı Kərimdə bunu əmr eləyirdi. Peyğəmbər s.ə.v-in bir çox hədisləri var elmin fəzilətinə dair. Məsələn, buyurur ki, sizdən alim olan insanın, elm sahibi olan insanın digər insanlarla olan fərqi mənim sizdən hər hansı birinizə olan fərqi kimidir. Yəni, bir Peyğəmbər insan fərqi qədər məsafə var arada. Və ya deyirdi ki, elm sahibi bir insanın abidə, alimin abidə üstünlüyü ayın digər ulduzlara üstünlüyü kimi idi. Yəni, bu bizə onu göstərir ki, elm həqiqətən də çox böyük bir dəyərdir. Yəni, İslam buna dəyər verir. Çünki insanları elmlə aydınlığa çıxara bilərsiniz. Elm bir nurdur. Elmsizlik, cəhalət və zülmətdir. Yəni, bugün elmsiz qaldığı zaman insanların nə boyda böyük fitnələrə, nə boyda savaşlara, din adı altında nə qədər çox zərərli addımlar atdıqlarını biz bugün şahid oluruq. Yəni, elm insanlığa xidmət edən hər bir şeydir əslində. İnsan elm dedikdə ilk növbədə biz nəyi oxumalıyıq? Özümüzü oxumalıyıq. Qur'an-ı Kərim bizə bunu tövsiyə edir dəfələrlə. Deyir ki, insanların, onların öz daxillərində, nəfslərində və afaqda, yəni ətrafda, üfüqdə onların ibrət alacağı şeylər var. Yəni, biz özümüzü oxumalıyıq, kainatı oxumalıyıq, Allahın kitabını oxumalıyıq, kitablardan, sətirlərdən kainata yol tapmalıyıq, təbiəti oxumalıyıq. Yəni, bu şəkildə elmimizi artırmalıyıq. Amma mənim kiçik bir məsələ barədə sizdən bir sual soruşmaq istədim. Peyğəmbərimizin belə bir hədisi var. Bəzən bu hədis cəmiyyətdə çox da düzgün başa düşülmür, qavranılmır. Məsələn, hədislərimiz var ki, 1 saat elm öyrənmək 70 illik və yaxud bir neçə illik ibadətdən üstündür. Bəziləri burada ibadətlə elmi qarşı-qarşıya qoyurlar və hansısa birinin o birindən daha üstün olduğunu və biri olmadan o birinin keçərli olduğunu düşünürlər. Bu hədisi nə cür izah etmək lazımdır əslində? Bu hədisin izahı belədir ki, ilk növbədə ibadət şərtdir. Yəni, Allah-u Teala'nın fərz buyurduğu əməllər var ki, bunu etmək, namaz olsun, oruc olsun, zəkat olsun, həcc olsun, bu hər bir müsəlmanın boynunun borcudur. Yəni, bu ibadətlə hər hansı bir əməl müqayisə edilə bilməz. Bu, Allahın birbaşa əmridir. Elm almaq da Allahın bir əmridir. Və Peyğəmbər s.ə.v-in hədis şərifində 1 saatlıq elm 60 illik ibadətdən üstündür dediyi nüans nafilə ibadətlərə aiddir. Bəli, müstəhəb ibadətlərə aiddir. Çünki insan müstəhəb ibadətlə sadəcə özünə faydalı olmuş olur. Amma elm ilə cəmiyyətə faydalı olur. Yəni, elm ardınca gedərək hər hansı bir ixtira, kəşf ola bilər. Ondan sonra elm vasitəsilə, elmi səbəbi ilə müəyyən yanlışı, doğrunu ayırd eləyə bilər, bu şəkildə cəmiyyətə faydası olar. Yəni, bir mənalı şəkildə o kimi hədislərdə vurğulanan, zikr olunan 60 illik, 70 illik və ya fərqli zaman terminləri var. O nafilə, müstəhib ibadətlər qəsd olunur burada. Müşfiq müəllim, elm deyərkən dünya fəlsəfəsində, dünya fikir tarixində, İslamdan kənar dinlərdə nə nəzərdə tutulur? Əslində insanın Allaha sarı
yolu bilik və elmlə döşənmişdi. Və əgər bir insan Allahı dərk etmək, özünü dərk etmək istiqamətində bir uğur qazanırsa, onun bir dəlili olaraq Allah ona bilik verir. Olurmu ki, sevgililər bir-birini sevəndə dəlil istəyirlər, ya bir yaylıq, ya bir məktub. Ona görə, əgər sən həqiqətən də hidayət altındasansa, sənin hər addımın yeni bir biliyin qazanılması ilə müşayiət olunacaq. Bu baxımdan Quranda deyilir ki, biz dağlar arasında yollar yaratdıq ki, bəlkə doğru yolu tutasınız və Allaha sarı gələsiniz. Təbii ki, burada məcazi yollardan, fiziki yollar ancaq bir məntəqədən digər məntəqəyə aparır. Bəs o nə yoldur ki, insanı özünü dərkə və Allahı dərkə aparır? O yol bilik yoludur, mən düşünürəm ki. Və bilikdən kənar elə bir yol yoxdur. Ona görə də Peyğəmbərdən elə bir hədis qalıb ki, 1 saat elm öyrənmək 60 ilin ibadətindən artıqdır. Quranda bir ayə var ki, namaz sizi çirkin işlərdən aralayar, lakin Allahın zikri daha böyükdür. Mənim fikrimcə bu elmin, təfəkkürün, düşüncənin daha üstün imkanlarını göstərir ki, insanlar rituallara qapılarlar, elə bilərlər ki, bu yolun özüdür. Bu çox vacib bir tərəfidir dini praktikanın, amma yolun ən ali hissəsi elmlə gedir. Sənin yolun inkişaf edirsə, sənin biliyin inkişaf edir. Bilik və həmişə artmalıdır. Bu bir təkamül halında olmalıdır. Bu bir təkamül, sonsuz bir təkamül. Bilirsiniz, belə bir şey var. Dünyada hər bir şey araşdırmadan uduzur. Məsələn, bir adamı daha çox araşdırırsan, məyus ola bilirsən. Və yaxud bir mədəniyyəti daha çox araşdırırsan, məyusluq da gələ bilər. Allah yeganə substansiyadır ki, araşdırmadan ancaq udur. Sən onu araşdırdıqca, tədqiq elədikcə onu daha çox sevməyə başlayırsan. Ona görə də Allahda gizli bir şey yox. Təəssüf ki, dinlər bu araşdırma ruhuna zaman-zaman əngəl qoyublar. Araşdırma, baxma. Bu xristianlıqda da belə olub, İslam tarixində də belə olub. İslamın özündə yox, amma İslam tarixində olubdur. Amma Allah insanları daima araşdırmağa, tədqiq eləməyə çağırır ki, öyrənin Allahın dünyasını, daha çox heyrət eləyəcəksiniz. Ona görə sizlərdən deyir, alimlər Allahdan daha çox qorxarlar, həm də Allaha daha çox heyrət eləyərlər. O gözəllikləri ən yaxşı alim bilər və bu araşdırma ilə əmələ gəlir, elmlə əmələ gəlir. Müqəddəslərimiz də buyurublar ki, ən gözəl ibadət Allahın yaratdıqları haqqında düşünməkdir, təfəkkür etməkdir. Bizim süjetimizin vaxtı gəlib çatdı. Biz elm və biliyə verilən dəyər haqqında İslam müqəddəslərinin kəlamlarından ibarət bir toplu hazırlamışıq. Gəlin birlikdə həmin hədisləri dinləyək. Həzrət Mühəmməd Peyğəmbər salavatullah buyurub, Peyğəmbərlik dərəcəsinə ən yaxın olanlar alimlər və Allah yolunda savaşanlardır. Alimlər Peyğəmbərlərin varisləridir. Alimin başqalarından üstünlüyü Peyğəmbərin öz ümmətindən üstünlüyü qədərdir. Hər kimi elm öyrəndiyi zaman ölüm haqlasa, ona şəhid qədər savab verilər. Onunla Peyğəmbərlərin arasında cəmi 1 dərəcə fərq olar. Qiyamət günündə alimin qələminin mürəkkəbi ilə şəhidin qanı ilahi tərəzidə ölçüləcək və qələmin mürəkkəbi şəhidin qanından daha ağır gələcək. Elm əhlinin ibadət əhlindən üstünlüyü, günəşin ulduzlardan üstünlüyü kimidir. Bu üstünlüyün səbəbi budur ki, şeytan adamların arasında bidət yaradanda, alim bunu başa düşüb cəmaatı ondan çəkindirər. Amma abidin başı öz ibadətlərinə qarışar. Alimin 1 saat yatağına dirsəklənib öz elmini nəzərdən keçirməsi, abidin 70 illik ibadətindən üstündür. Elm öyrənmək hər bir müsəlmana vacibdir. Allah elm dalınca düşənləri sevər. Kim bilik əldə etmək üçün evdən çölə çıxsa, qaydana qədər Allah yolunda addım atmış kimi sayılar. Mələklər onun günahlarının bağışlanması üçün dua edərlər. Elm öyrənən şəxs gündüzlər oruç tutub, gecələr ibadət etmiş kimidir. Elmdən bir hissə öyrənənin savabı, bir dağ ağırlığında qızılı Allah yolunda sədəqə verən adamın savabından daha çoxdur. Ən yaxşı sədəqə elm öyrənmək və sonra onu öz din qardaşına öyrətməkdir. Ən yaxşı bilik o bilikdir ki, adama faydası olsun. Kim cəmaatı aldatmaq məqsədi ilə elm öyrənsə,
cənnətin ətrini də duymaz. Kim elmsiz əməl etsə, dağıtmağı düzəltməyindən çox olar. İmam Əli buyurub, elm sərvətdən daha yaxşıdır. Çünki elm səni qoruyar, amma sərvəti sən özün qorumalısan. Var dövlət xərcləndikcə azalar, elm isə öyrətməklə artar. Sərvət dalınca qaçanlar diri olsalar da ölü kimidirlər. Elm əhli isə dünya durduqca yaşayacaq. Onların bədənləri ölər, xatirələri isə ürəklərdə qalar. Allah Teala hər kimi alçaltmaq istəsə, onu elmdən məhrum edər. Alimə hörmət edən kəs Allaha ehtiram göstərmiş kimidir. Yolunu çaşan alim sərnişinlərini batıran, özü də qərq olan gəmi kimidir. Çox təəssüf ki, bugün dindar təbəqədə də bəzən biz elmlərin bölünməsinin şahidi oluruq və ayrı-seçkilik qoyulmasının şahidi oluruq. Dini elmlər, dünyəvi elmlər. Bəzən dindar ailələr öz övladlarını belə dini istiqamətə daha çox yönətməyə çalışırlar. Dini elmlərin öyrənmək yükünü daha ağır etməyə çalışırlar və onları bir növ dünyəvi elmlərdən təcrid edirlər. Bilərəkdən və ya bilməyərəkdən. Bu məsələyə, bu tendensiyaya necə baxırsınız? Bu əslində bu cür addım atılması çox böyük bir yanlışdır. Çünki elə Quran-ı Kərimin özünə baxanda Allah-u Teala nə deyir insana? Deyir ki, onlar dağların yaradılışına baxmırmı? Ondan sonra təbiətdən Allah-u Teala misal verir. Deyir, biz suyu nazil eləyirik, torpaqdan cürbəcür növ-növ bitkilər çıxır. Onların meyvələri insanlara təqdim olunur. Dəvənin yaradılışına baxmırlarmı? Buludların keçişinə baxmırlarmı? Yəni, bütün bunlar əslində insanı o hadisələri araşdırmağa sövq eləyir. Yəni, Quran-ı Kərim əgər doğru başa düşülsəydi, yəni doğru anlaşılsaydı, o dediyiniz müəyyən ailələr ki var, yəni onlar əslində Quranın əslindən xəbərsizdilər. Yəni, Quran-ı Kərim doğru anlaşılsaydı, din və dünyəvi elmlərin əslində bir-birindən ayrı olmadığını dərk eləyərdilər, başa düşərdilər. Necə ki, İslam tarixində İslam alimlərinə baxırsınız, demək olar ki, tanınmış hər bir İslam aliminin çox böyük dünyəvi elmlərə belə böyük töhfələri vardır. Burada yəni misallarını saya bilərik bunların, həddindən artıq çoxdur misalı. Yəni elə götürək İbn Sinanın özünü. O həm bir İslam alimi idi, həm abid idi yeri gələndə, amma yeri gələndə çox dahi bir tibb alimi idi. Yəni onun əsərlərinin 600-700 il Avropa universitetlərində oxunması, ondan sonra ilk dəfə insanın zahiri xüsusiyyətlərini baxaraq daxili xəstəliklərini təsbit edilməsi. Digər tərəfdən, məsələn, İbn Firnas məşhur İslam alimi idi. Eyni zamanda ilk dəfə 9-cu əsrdə yaşayıb. Bu, nömrəli gözlükləri icad edən, ixtira edən alim idi bu. Eyni zamanda İbn Firnas deyəndə quş lələklərindən bir təyyarə qanadına oxşayan qanad hazırlayıb bir müddət havada qalan bir şəxs idi ki, bundan ta 1000 il sonra Wright qardaşları ilk təyyarəni ixtira elədilər. Məsələn, Cabir bin Həyyan var İslam tarixində, İslam dünyasında. Bu ilk dəfə Sufi ləqəbi verilən adam kimi də qeyd olunur, tanınır bəzən. Həm də məşhur kimyaçı olub. Bəli, məşhur kimyaçı olub və bunun həddindən artıq yəni böyük töhfələr var. Məsələn, ilk dəfə atomun parçalanaraq böyük bir dağıntıya səbəb olacağını ortaya qoymuş bir şəxsiyyət idi. Bu, o deyirdi ki, Yunan alimləri söyləyirlər ki, maddə parçalana ən son parçalanmaz halına gəlir. Amma mən deyirəm ki, o parçalanmaz maddə də parçalanaraq elə bir enerjiyə səbəb ola bilər ki, Allah qorusun, Bağdad boyda şəhəri məhv eləyir. Bunu söyləyən adam İmam Cəfər Sadiqin tələbəsi idi. İslam heç bir zaman bu dünyəvi elmdir, buna getməyin, bu dini elmdir, buna getməyin, belə bir şey yoxdur. İslamın ilk dövrlərində də, məsələn, baxırıq ki, müsəlmanlar fəth etdikləri bölgələrdə qədim Yunan, Roma mədəniyyətinə məxsus olan antik ədəbiyyatı tərcümə edirdilər və İslam adına qazandırırdılar və bunu oxuyurdular. Və Avropanın intibah dövrü də məhz ərəblərin o ərəb dilinə tərcümə etmiş olduğu o antik ədəbiyyat üzərinə, antik fəlsəfə üzərinə dirçəldi, baş qaldırdı. Bütün bunlar əslində müsəlmanın din, dünyəvi elm ayrı-seçkili etməməsinin gərəkdiyini ortaya qoyan amillərdir. Çox önəmlidir. Bunları bu şəkildə oxumaq lazımdır. Və bugün onlarla sadəcə öyünmək deyil, onların yolunu davam etdirmək lazımdır. Biz bugün durub dünyaya deyirik ki, biz bu idik. Bu idik. Amma bugün nəyik? Yəni, bu ortaya bir şeylər qoymaq lazımdır və bugün də o mirası davam etdirməliyik. Çünki Peyğəmbər s.ə.v nə buyurur? Deyir ki,
Peyğəmbərlər dinar və dirhəm miras qoymazlar. Onlar elm miras qoyarlar. Yəni peyğəmbər mirasına sahib olmaq istəyən özünü elmə verməlidir. Elm ayrı-seçkiliyi etməməlidir. Olduğu zaman bugün biraz əvvəl də qeyd elədik. Məsələn, İraqda, Suriyada insanların başına gələn müəyyən hadisələrin şahidi oluruq biz. Bu tamamilə cəhalətdir. Yəni sadəcə Quranı oxuyub digər şeylərdən xəbərsiz olan insan istər-istəməz o cəhalətə saplanaraq, yəni din adı altında bir-birini qətl eləməyə qalxırlar. Yəni bu elmsizliyin acı nəticəsidir, təəssüflər olsun. Və elm və texnikanın da inkişafına çox ciddi əngəllər törədirlər. Müşfiq müəllim, mən istərdim elə söhbətimizi bu istiqamətdən bir pəncərə açaraq davam etdirək. Elmləri faydalı və ziyanlı olmaq üzrə bölmək olarmı? Çünki bəzən insanlar elmi o qədər alidə olurlar ki, ya ziyanlı və yaxud da faydası olmayan, hər halda ona bir fayda gətirməyən, vaxtını əbəs yerə hədər etməyə səbəb olan elmləri, bilikləri də öyrənməyə başlayırlar. Sizin fikrinizcə, ümumiyyətlə, elmlər necə təsbit olunmalıdır, necə bölünməlidir? Xüsusən gənclərimizə hansı tövsiyələr verərdiniz ki, nəyi oxumalılar, nəyi bilməlidirlər, hansı elmlərə, hansı biliklərə daha çox əhəmiyyət vermələri lazımdır? Hər halda burada qadağalardan və məhdudlaşdırmadan çıxış eləməkdənsə azadlıqdan çıxış eləmək daha yaxşıdır. Düzdür, azadlığın da öz fəsadları olur, körtəbliyin də öz fəsadları olur, amma o senzuranın fəsadlarından daha azdır qənaətindəyim. Çünki təbii biz Avropanın və Qərbin sivilizasiyasına baxanda onlar elm yönümlü sivilizasiyaya dönüşdülər. Bilirsiniz ki, 17-ci əsrdən sonra onların istiqaməti əslində teokratik cəmiyyətdən elm mərkəzli cəmiyyətə dönüşdü. Və burada da bir sıra fəsadlar var şübhəsiz. Biz bunu görürük. Bəzən bunu aşırı istismar edirlər bu argumentləri. Hə, baxın, görün, orada filan əxlaqsızlıq da var. Baxın, onlar atom bombası yaratdılar. Baxın, onlar ailə institutu nə qədər zərər çəkir filan beşməkan. Məncə bu argumentləri aşırı istismar eləmək lazım deyil. Nəticədə onlar daha komfortlu, daha inkişaf etmiş bir sivilizasiya yaratdılar ki, və dünyaya da onlar diktə edirlər öz iradələrini. Çünki məsələn biz baxsaq, orta əsr müsəlman şərqində sultanlar saraylarına alimlər cəlb eləyirdilər. O alimlərə böyük honorarlar verirdilər, yığırdılar. Məsələn, Pyotr öz ölkəsini reformasiya eləmək üçün birinci olaraq Almaniyadan alimlər dəvət eləməyə başladı və Rusiya Akademiyasını. Çünki istənilən böyük hakim bunu başa düşürdü ki, ölkənin çiçəklənməsi elmin çiçəklənməsidir və alimlər üçün də bir qədər azad mühit yaratmalısan. Təbii ki, o şübhələnə bilər, o təftiş ruhu istəyir, o istəyir özünü bir qədər azad etsin, səhv etmək azadlığı olmalıdır onun, yanlış eləmək azadlığı, o elm belə bir mühitdə inkişaf edir. Amma qadağalar daha çox olanda ki, bu faydalıdır, bu faydasızdır, belə cəmiyyətlər inkişafdan qaldılar nəticədə. Burada daha çox maarifləndirməyə əhəmiyyət vermək lazımdır məncə, elədirmi? Yəni, xüsusən böyüməkdə olan nəsli düzgün elmlərə, düzgün biliklərə sarı yönləndirmək üçün maarifləndirmə işləri daha çox güclü olmalıdır. Təbii, maariflənmə olmalıdır və düzgün ruh olmalıdır. Bilirsiniz, biz İslamdan danışırıq, İslamı da, İncili də düzgün ruhda ifadə eləmək olar və yanlış ruhda ifadə eləmək olar. Məsəl üçün, bir vaxtlar İskəndəriyyə kitabxanasını yandırmaq əmri verəndə bir xristiyan keşişi, bir kitabsevər yaxınlaşıb ona demişdi ki, siz bunu niyə yandırırsınız, bu çox dəyərli kitablardır buradakılar. O demişdi ki, onlar hamısı Bibliyada varmı? O dedi ki, yox, Bibliyada yoxdur, bunlar başqa elmlər. Onda lazım, ziyanlıdır, yandırın onları. Həmin alim bir daha bir cəhət, yox, onlar elə Bibliya ilə qohum bilikləri ifadə edirlər. Bibliyada da var onların əsasları. Onda keşiş başqa bir şey deyir ki, əgər Bibliyada varsa, onda ehtiyac yoxdur, yandırın. Bax, bu zalimanə bir ruh, bizdə də olub bu ruh. Hər şey var Quranda, heç nə oxumayın, öyrənməyin. Və bu bir gerilik yaratdı bizim. Sizin sözünüzün qüvvəti dünya deməli tarixində belə bir ittiham var İslam dünyasına qarşı ki, güya İskəndəriyyə kitabxanasını yandıranlar elə müsəlmanlar olublar. Halbuki bu barədə tarixdə çox böyük şübhələr vardır.
Müsəlmanların da zamanında ola bilər ki, həmin kitabxananın qalıqlarına qarşı hər hansı bir təcavüz halı olmuş olsun. Amma kitabxananın kütləvi surətdə yandırılması, kitabxananın məhv edilməsi ondan qabaqki əsrlərdə, antik dövrlərdə baş vermişdir və burada müsəlmanlar günahsızdırlar. Bizim sual-cavab rubrikamızın vaxtı gəlib çatdı. Biz hər həftə tamaşaçılarımızı maraqlandıran suallardan birini dini ekspertimizi ünvanlayıb ondan cavab istəyirik. Gəlin birlikdə bu həftəki sual-cavab rubrikasının buraxılışını izləyək. İnformasiya əsrində yaşayırıq. Bugün qibləni tapmaq üçün gerçəkdən bir çarəsizlik anında deyilik. Amma bəzən insanın dirəndiyi çarəsiz halları da olur. Qiblənin necə tapılmasının şərri üsuluna bugünkü sualda belə cavab verməyə çalışacağıq. Allah Rəsulunun aleyhissalatu vesselamın məktəbində oxuyan əshabı bu şəkildə qibləni tapmağa çalışardı. Öncə qiblə üçün təbii ki, fiziki ərazi, coğrafi mövqeyə nəzər yetirirlər. Əgər yaşanılan yer tutalım ki, ağaclarla əhatə olmuş meşəlikdirsə, onun şimal, qərb, cənub bölgəsini tapmaq üçün təbii ki, mamırlara diqqət yetirilir. Mamır hansı tərəfdədir? Buradan yola çıxararaq qibləni tapmaq mümkündür. Və yaxud da bəzən həşəratların, xüsusən qarışqaların yuvalarına diqqət yetirilir. Qarışqaların yuvası daha çox torpaq şimal bölgəsinə çıxarılır. Oradan bir nəticələrə gəlmək olur. Eyni zamanda səmaya baxıb, səmada ulduzların düzülüşü olaraq xüsusən süd yolu qalatkasının istiqamətindən tapmaq mümkündür. Qiblənin tanınması üçün təbii ki, müsəlman ölkələrində məscidlərin minaləri, məscidlərin istiqamətləri çox önəmlidir. Eyni zamanda dünyasını dəyişmiş insanların yatdığı, uyuduğu torpaq, qəbirstanlığın istiqamətindən dolayı qibləni tapmaq mümkündür. Eyni zamanda günəşin təbii ki, çıxıb batması yönü ilə də qibləni tapmaq mümkündür. Bir də təbii ki, hər kəsin içərisində bir Kəbəsi var. Dünya Kəbəsini tapmaq üçün insan namazını ora yönəlib qılmağa çalışmalıdır. İnsan qəlbinin yəqinliyinə baxacaq. Üzünü hansısa bir istiqamətə yönəldir. Əgər bu istiqamətdə tam yəqinliyi varsa, namazını o istiqamətə yönələrək əda edəcəkdir. Və yaxud başqa bir ehtimalı ifadə edən müştəhidlərimiz iki ehtimalın üzərində dayanırlar qiblə ilə bağlı. Onların birinin üzərinə dayanaraq namazını əda edir. Başqa bir fikrə görə isə yenə də dörd bir tərəfə qiblə tanınmadığı zaman, bilinmədiyi an dörd bir tərəfə yönələrək namazı əda edər. Artıq bununla da qiblənin tanınması, tamamlanması bu şəkildə gerçəkləşmiş olar. Biz veriliş əsnasında İslam sivilizasiyasının tarix boyunca nə qədər böyük nailiyyətlərə imza atdığı barədə bir qədər danışdıq. Əlbəttə, bu barədə məlumatlar çox genişdir və verilişimizin heç vaxtı da buna çatmaz. Amma bizi bugünkü şərait maraqlandırır. İslam sivilizasiyası bu qədər nailiyyətlərə nail olub. Amma indi İslam dünyasında bir gerilik, elmi cəhətdən bir gerilik müşahidə olunmaqdadır və bunu inkar etmək sadəcə olaraq mümkün deyil. Sizin fikrinizcə, hər iki qonağımıza müraciət etmək istərdim. Sizin fikrinizcə, bunun səbəbləri nədən ibarətdir? Yəni, İslam dünyasının elm sahəsində geriləməsinin səbəbi bu bir siyasi amillə bağlı idimi? Bu iqtisadi amillə bağlı idimi? Bu müsəlmanların düşüncəsində baş verən hər hansı bir düşüncə belə dəyişikliyi amili ilə bağlı idimi? Çünki bəzən bunu Monqolların hücumu ilə əlaqələndirirlər, bəzən mərkəzləşdirilmiş xilafətin, dövlətin dağıdılması ilə əlaqələndirirlər və bu halın aradan qaldırılması üçün nələri təklif edərdiniz? Məsələn, Azərbaycanın öz içində hansı addımlar atılmalıdır? Yenidən müsəlman dünyasının və onun içində Azərbaycan dünyasının elm aləminə həmin töhfələri yenidən bəxş edə bilməsi üçün və yenidən o lokomotiv rolunda çıxış edə bilməsi üçün nələri etmək sizin fikrinizcə daha birinci lazımdır? Sizdən başlayaq, buyurun. Əslində söylədiyiniz amillərin hamısının müəyyən mənada buna təsiri oldu. Yəni müsəlmanların elmdən geri qalmasına müəyyən mənada təsiri oldu. Amma Quran-ı Kərim müsəlmana nəyi əmr eləyir, nəyi tövsiyə eləyir? Dünyanı və axirəti unutmamaq. Yəni birinin ardınca düşərkən digərini unutmamağı tövsiyə edir. Məsələn, ayət-i kərimədə buyurulur ki, insanlardan kimisi dünyanı istədi, kimisi axirəti istədi. Amma daha yaxşısı nədir? Ey Rəbbim, dünyada və axirətdə bizə həsanat ver, yaxşılıqlar ver deyə dua etməkdir. Quran-ı Kərim bizə bunu ifadə edir. Peyğəmbər sallallahu aleyhi və səlləmə istinad olunan bir söz var. Peyğəmbər sallallahu aleyhi və səlləmin söyləməmiş olması belə, yəni İslami bir düsturdur bu. Deyir ki, dünyada bugün
öləcəkmiş kimi axirətin üçün çalış, heç ölməyəcəkmiş kimi dünyanın üçün çalış. Yəni, müsəlman dünyasını da, axirətini də abad eləyən insandır. Müsəlman dünya ilə axirəti eyni düşünən, eyni tərəziyə qoyan və hər ikisi üçün çalışan insandır. Və əlbəttə ki, elm sahəsində də istər dünyəvi baxımdan olsun, istər onu Allaha götürən dini mövzularda olsun, bilik sahibi olmalıdır. Bu, müsəlmanın üçün məcburidir, qaçınılmazdır. Elmə, Allahın verdiyi dəyərə siz baxın ki, Peyğəmbər s.ə.v-in verdiyi dəyərə baxın ki, Allah Rəsulü nə buyurur? Deyir ki, elm öyrənmək hər bir müsəlman qadına və kişiyə fərzdir. Yəni, qadını da xüsusilə orada qeyd edilir. Yəni, qadınlar elm öyrənməsin, ondan sonra müəyyən məhdudiyyətlər qoyulsun. İslamda bu yoxdur, qətiyyən bu yoxdur. Biz bunu bu şəkildə gənclərə aşılamalıyıq. Biz öz tariximizdən şərəf lövhələri deyə biləcəyimiz alimlərin varlığını onlara göstərməliyik. Yəni, qoy gənclər oxusun, bugün öyrənsinlər. Bugün məktəblərdə bu mənada maarifləndirmə işləri getməlidir. Yəni, məsələn, mikrobu kəşf edən Pasteur sayılır, amma halbuki ondan qat-qat illər əvvəl Ağşəmsəddin kəşf eləmişdi və o bir təsəvvüfçü idi, sufi idi. Yəni, mikrobu, yəni bu kimi şeylərdə əslində İslamın geri qalmadığını aşılamaq lazımdır. Biz özümüzə dönməliyik. Yəni, Allahın əmr etdiyi şeylərə necə Allah əmr etmişdi, o şəkildə qavramalıyıq, dərk eləməliyik, sağlam ağılla, sağlam iradə ilə və oxuma, necə deyim, mədəniyyətini formalaşdırmalıyıq. Çünki biz oxuyan Peyğəmbərin, oxuyan ümmətin, oxuyan babalarımızın oxumayan övladları olduq. Allah Rəsulü sallallahu aleyhi və səlləm bilirsiniz, Bədir döyüşündə əsir düşən müşrikləri, yəni düşmən idilər və müsəlmanlar az idilər onda. Yəni, öldürmələri daha əlverişli görünə bilər bəlkə, yəni düşmən azalsın, İslam düşməni azalsın. Peyğəmbər s.ə.v nə edirdi? Deyirdi ki, müsəlman uşaqlarından 10 nəfərə oxuma yazma öyrədən azad edilsin, deyirdi. Yəni, bu əslində elmə nə qədər dəyər verdin və elmin nə qədər böyük dəyər ifadə etdiyini göstərir müsəlman üçün. Biz bu özümüzə qayıdış eləməliyik, özümüzə dönməliyik. Hər fürsətdə seminarlar, konferanslar hazırlanmalı, maarifləndirilməlidir gənclər. Ailələrdə oxuma saatları təşkil eləməliyik. Məsələn, bugün evə girdiyiniz zaman axşam hər kəs evə yığışır, ana kompüterdə, ata telefonda, televizor orada açıq, yəni bir başıboşluq var. Və belə olduğu zaman uşaqlarımızı televiziya və internet tərbiyə edir və əlbəttə ki, o da əyləncə xarakterli, əyləncə yönümlü istiqamətləri müəyyən mənada. Yəni, bunlar olmasın deyil, bu olsun, labüddür. Amma məsələn, evdə müəyyən oxuma saatları təyin eləməliyik, təşkil eləməliyik. Uşaq baxmalıdır ki, məsələn, 8-9 arası atam da kitab oxuyur, anam da kitab oxuyur. Uşaq artıq o şəkildə formalaşacaq. Elmi öyrənmək adına, müsəlmanları elmləşmə, maarifləndirmək adına nə gərəkirsə hamısı olunmalıdır məncə. Müşfiq müəllim, sizin fikirlərinizi eşidək bu barədə, buyurun. Zaman-zaman tarixə biz baxanda görürük ki, istər xristian sivilizasiyası olsun, istər İslam sivilizasiyası olsun, elmə, alimə münasibət dəyişik olubdur. Zamanlar olub ki, alimləri öldürüblər. Zamanlar olub ki, elm təqib olunubdur və bunu din adı altında eləyiblər. Bu, biz tənqidi şuuru aktuallaşdırmalıyıq. Bir zamanlar Avropada kilsələrdə, monastırlarda gizdində alimlər elmlə məşğul olurdular və sonra bu din institutuna qarşı böyük bir üsyanla nəticələndi və elm başladı inkişaf eləməyə və elm necə inkişaf eləməyə başladı? İlk növbədə onlar müsəlman aləminin elmindən, nailiyyətlərindən, İbn Sinanın, İbn Röşdün, Fərabinin nailiyyətlərindən istifadə eləyə-eləyə, yəni baxmadılar ki, bu özgələrdir, bu özgə sivilizasiyadır. Onlar üçün müsəlman sivilizasiyası kafirlərdir, bura üçün xristian sivilizasiyası da o dövrdə belə yanaşırdılar. Buna baxmayaraq onlar öyrənməyə üz tutdular və bu öyrənmə onların sivilizasiyasına dirilik gətirdi. Bizdə isə əksinə, İslam sivilizasiyası yarananda hardasa 11-12-ci əsrə qədər çox güclü bir elmi inkişaf biz görürük. Məsəl üçün, Yunanları tərcümə eləyirdilər, onları şərh eləyirdilər. İş ora gəlib çatmışdı ki, İbn Röşd kimi bir filosof Aristotelin ən yaxşı şərhçisi hesab edilirdi, Yunan dilini bilməyə-bilməyə. Yəni, elmi bilmək üçün mütləq də deyil ki, o dili biləsindir. Bəzən tutalım, Quran haqqında bir fikir söyləmək üçün o dəqiqə deyirlər ki, ərəb dilini bilirsənmi, bilmirsənmi və yaxud da ki, Çin dilini bilirsənmi ki, Konfutsi haqqında bir söz deyəsən.
Siriya dilindən oxumuşdu İbn Rüşd Aristoteli. Amma Avropalıların özləri də etiraf edirdilər ki, ən dahiyanə Aristotelin anlayıcısı və şərhçisi İbn Rüşd olubdu. Və bu cür elmi nailiyyətlərimiz var idi bizim. Amma bundan sonra nə baş verdi? Həmən İbn Rüşdün əsərləri yandırıldı, tibbə və riyaziyyata aid əsərlər çıxmaq şərti ilə digər fəlsəfə əsərləri yandırıldı. Nə bilim, ondan sonra elmin təqibi başladı. Çox təəssüf ki, şərqdə və bütün bu layihə bağlandı. Və bunun da təhlükəli bir cəhəti o olur ki, əslində cəmiyyətdə tədqiqat ruhu qorxub içəriyə doğru çəkildi və ondan sonra başladı bizim bəlalı günlərimiz, belə deyək. Və bu hal-hazırda biz təəssüf ki, ancaq keçmişdəki nailiyyətlərimizi sadalaya bilirik. Məsəl üçün, İslam şərqi bugün elmi nailiyyət verməlidir ortalığa. Biz bəli deyirik ki, Peyğəmbərimizdən, Qurandan, Quran daima alim və düşüncə adamını təsdiqlədiyi halda bugün bizdə tədqiqat ruhu çox geridədir. Bunu etiraf eləməliyik. Birinci, qapallıqdan azad olmaq lazımdır. Sivilizasiya öyrənmək baxımından qapalanda ki, bu mənim alimlərimdir, o birilər mənim alimlərim deyil, bunlar kafirdirlər, bunlar mömindirlər ki, bölgüləri qoyulanda elm inkişaf eləmir. Hərçənd ki, gözəl bir məşhur hədis var Peyğəmbərdən ki, elm üçün Çinə qədər getmək lazım olsa belə getmək lazımdır. Əslində sintez üsulu ilə yeni biliklərin inkişafı zamanıdır indi və indi İslam sivilizasiyası elmini inkişaf etdirmək üçün dörd bir yana göndərməlidir öz istedadlı gənclərini. Dünyanın ən aparıcı laboratoriyalarına göndərməlidir ki, onlar orada elm öyrənsinlər və o elmi gətirsinlər bura. Öyrənməkdən utanmaq lazım deyil. Tələbəlik dövrünə düşməliyik. Əslində, möminin ən gözəl sifətlərindən biri onun tələbəliyidir. Tələbəlikdən utanmaq lazım deyil. Əgər bu sivilizasiyanın ilk əmri oxudursa, tələbəlik bizim üzümüzə yaraşır. Maraqlı söhbətə görə təşəkkür edirəm sizə. Çox sağ olun. Elm çox nadir anlayışlardan biridir ki, onu əldə etmək üçün heç bir bəhanə yoxdur və heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Elə Peyğəmbərimizin bəzi hədislərini nəzər salsaq, bunu aşkar şəkildə görə bilərik. O həzrət buyurur, elm Çində olsa da onun ardınca gedin. Yəni burada elm öyrənmək üçün heç bir məsafə məhdudiyyətinin olmadığı bildirilir. Peyğəmbərimiz buyurur, beşikdən qəbrə kimi elm öyrənin. Burada da elm öyrənmək üçün yaş məhdudiyyətinin olmadığı ön plana çəkilir. Nəhayət Peyğəmbərimizin elm öyrənmək hər bir müsəlman kişi və qadına vacibdir kəlməsi isə elm öyrənmək üçün cins ayrı seçkiliyinin heç bir əhəmiyyət daşımadığını göstərir. Bunu həyatımız boyu unutmayaq və tətbiq etməyə çalışaq. Allah amanında.